Şair Arif Buzovnalı vəfat edib. O 53 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o bugün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər 1994-cü il 1 mayədək Əzizbəyov adına Könüllülər batalyonunda döyüşüb. Mərhumun ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edib. Şairin 1987-ci ildə Pioner jurnalına göndərdiyi Vahidə bənzətmə şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməyib. Daha sonra həmin şeir 1991-ci ildə Azərbaycan Gəncləri qəzetində işıq üzü görüb. Mütəmadi olaraq dövrü mətbuatda bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub.